Президент Азербайджанской республики Ильхам Алиев, первая леди Мехрибан Алиева и члены их семьи приняли участие в открытии в городе Ходжалы мемориала жертвам ходжалинского геноцида. Президент Ильхам Алиев возложил венок к мемориалу. Помощник президента Анар Эликперов проинформировал главу государства и первую леди о мемориале. Отметим, что мемориал жертвам ходжалинского геноцида был создан в соответствии с распоряжением президента Ильхама Алиева, подписанным в феврале 2025 года, с целью увековечения памяти жертв ходжалинской трагедии, доведения исторических реалий до будущих поколений и сохранения национальной памяти. Проект реализован на основе концепции, разработанной фондом Гейдара Алиева. Монолит, окружающий мемориал с 4 сторон, выполнен в форме символических рук, пытающихся защитить жителей Ходжалы от геноцида. В знак уважения к памяти жертв ходжалинского геноцида во дворе мемориала высажены миндальные деревья, цветущие в конце зимы и являющиеся вестниками весны. На протяжении всех этих лет цветок миндаля был также символом кампании «Справедливость Ходжалы». И это не случайно. Цветок миндаля символизирует стремление к обеспечению справедливости в отношении геноцида, учиненного в Ходжалы в феврале 1992 года. Мемориал состоит из 4 разделов. В первых 2 разделах создан экспозиционный зал, увековечивающий память жертв ходжалинского геноцида. Экспозиция встречает посетителей инсталляцией «Лицо трагедии». Ее авторами являются Рашад Аликперов и Азер Рустамов. Инсталляция воссоздает образы жертв геноцида, произошедшего в ночь с 25 на 26 февраля 1992 года, убитых мирных жителей, разрушенные семьи. Фигурки голубей, парящих под потолком мемориала, являются знаком уважения к памяти невинных жителей Ходжалы, погибших во время трагедии, и символизируют стремление Ходжалы к миру для всей планеты. В экспозиции, посвященной ходжалинскому геноциду, одному из самых ужасающих преступлений против человечества XX века, на основе документов, карт и фактов представлены исторические корни армяно-азербайджанского конфликта, оккупационная политика и последствия армянского терроризма на азербайджанских землях. Здесь в экспозициях под названиями «Ходжалы. Следы древней цивилизации», «Ходжалинский геноцид. Преступления против человечества», «Не забывай Ходжалы» представлены материалы об истории Ходжалы, географии оккупации, хронологии конфликта, нарушениях норм международного права, а также сведения о ходжалинском геноциде как одном из самых кровавых преступлений против человечества и политико-правовой оценки этого геноцида, данной великим лидером Гейдаром Алиевым. В макете Ходжалы, представленном в экспозиционном зале, информация об ужасах трагического дня подается в интерактивной форме. С помощью представленной во втором экспозиционном зале инсталляции Сархана Гаджиева «Дома, погрузившиеся в тишину в одну ночь», а также видеоматериалов, подготовленных с использованием искусственного интеллекта, повествуется о судьбе 8 семей, полностью уничтоженных во время трагедии, о жизнях и мечтах, оборвавшихся в одну ночь в результате преступления против человечности, о детском смехе, навсегда погрузившейся в тишину. В экспозиционном зале отражены проводимая президентом Ильхамом Алиевым последовательная политика по международному признанию правды у Ходжалы, деятельность фонда Гейдара Алиева под руководством его президента Мехрибан Алиевой, направленная на увековечение памяти жертв ходжалинского геноцида и установление справедливости, издания и информационные материалы на разных языках, работа, проведенная в рамках международной кампании «Справедливость Ходжалы», инициированной вице-президентом фонда Гейдара Алиева Лейлой Алиевой и реализованной при ее активном участии мероприятия. Здесь также представлены макеты памятников, воздвигнутых в ряде стран в рамках международной кампании «Справедливость Ходжалы». Экспозиция завершается информацией о 44-дневной Отечественной войне и восстановлении государственного суверенитета, а также идеями Великого Возвращения и разрушенной Ходжалы возродиться. В следующем разделе мемориала находится зал для проведения официальных мероприятий и церемоний
почтения памяти. Мемориал жертвам ходжалинского геноцида с архитектурной и идейной точек зрения является пространством, служащим сохранению национальной памяти. Напомним, что в ночь с 25 на 26 февраля 1992 года армянские вооруженные формирования с участием 366-го мотострелкового полка бывшей советской армии, расквартированного в городе Ханкенди, совершили ужасный геноцид в городе Ходжалы. В ходе трагедии погибли 613 человек, в том числе 63 ребенка, 106 женщин и 70 пожилых людей. В результате военной агрессии 8 семей были полностью уничтожены, 25 детей потеряли обоих родителей, а 132 ребенка – одного из родителей. Мемориал, воздвигнутый в освобожденном от оккупации Ходжалы, навсегда сохранит память о жертвах геноцида и доведет историческую правду до каждого посетителя. Сегодня наш народ чтит память жертв ходжалинского геноцида, одной из самых ужасных массовых расправ XX века, как страна-победитель и народ-победитель. Души жертв Ходжалы сегодня обрели покой. Как сказал победоносный верховный главнокомандующий, их кровь была отомщена. Мы отомстили за них на поле боя во время Отечественной войны. Затем президент Ильхам Алиев оставил запись в памятной книге мемориала. После этого глава государства, первая леди и члены их семьи ознакомились с мемориалом и встретились с представителями общественности Ходжалинского rayona. İki yıl bundan evvel Xocalı soyqırımı memorial kompleksinin təməli qoyulmuşdur mənim iştirakımla. Bugün isə bu memorial kompleksin açılışına toplaşmışıq. Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən Azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 62 uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir. 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların qalıqları işğaldan sonra bəzilərinin tapıldı və torpağa tapşırıldı. Azərbaycan xalqı üçün bu ən böyük faciədir və bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandığından dərhal sonra Xocalıya ədalət geniş miqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Dünyanın bir çox ölkələrində onun təşəbbüsü ilə son 20 il ərzində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konferanslar keçirilmişdir. Bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti və dünya ermənliyi və dünya ermənliyinin və Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni örtbasdır etməyə çalışırdı. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı. Və əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bugün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı
həqiqətə uyğun olan məlumat olmayacaqdır. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. Xocalı ədalət hərəkatının təsiri böyük olmuşdur. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırlar. Biz isə ədalətə doğru addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanınması bir addım idi. Vətən müharibəsi və şanlı zəfərimiz ikinci addım idi. Xocalı şəhərinin 2 il yarım bundan əvvəl işğaldan azad edilməsi isə son addımlardan biri idi. Və nəhayət, axırıncı addım bu yaxınlarda Bakıda keçirilmiş hərbi cinayətkarlar, onlara qarşı olan məhkəmə prosesi idi və Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. Bir hissəsi isə xüsusilə müxtəlif dövrlərdə separatçıların liderləri sayılan ünsürlər saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bu, ədalətin tam təntənəsidir. Biz ədaləti özümüz təmin etdik. Xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Silahlı qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına biz ədaləti özümüz təmin etdik. Və əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi. Və dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik. Azərbaycan dövləti, bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. Nə qədər bizə işğal dövründə təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. Həm işğal dövründə bizə ünvanlanan siqnallar ki, reallıqla barışmaq lazımdır. Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək. Böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək. Azərbaycan ordusu döyüş meydanında qələbə qazana bilməyəcək və bu kimi uydurulmuş şayələr həm geniş informasiya məkanına ötürülürdü, həm Azərbaycan rəhbərliyinə müxtəlif
kanallar vasitəsilə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi. Və bunu dəfələrlə biz bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda o vaxtki köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və danışıqlar yolu ilə məsələ həll olunmazsa, hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik. Və belə də oldu. Və birinci dəfə prezident vəzifəsinə seçiləndən sonra and içmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi. Bu da təbiidir. Çünki güc yığmalıydıq, güc toplamalıydıq. Beynəlxalq müstəvidə öz haqq işimizi təsdiqləməliydik. O cümlədən erməni dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalıydıq. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalıydıq və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər qurduq. Bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətlərini qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi ilə bağlı olan həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Güclü, heç kimdən asılı olmayan iqtisadiyyat qurduq. Güclü ordu qurduq. Həm ordumuzun peşəkarlığını artırdıq. Eyni zamanda əldə edilən gəlirlər hesabına silah-sursat texnika aldıq. Yəni, hər gün, hər ay biz qələbəyə doğru addımlayırdıq və mən bunu dəfələrlə işğal dövründə demişdim ki, hər gün biz qələbəni yaxınlaşdırmalıyıq. Və yaxınlaşdırdıq və cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq. Düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırıq. Və bugün son 2 il yarımlıq tarix göstərir ki, nə qədər bu düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi. Ancaq mən bilirdim və əminəm ki, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. Və 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi. İşğalçılar torpaqlarımızdan qovuldu. Torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Və Xocalıya ədalət məhz o vaxt təmin edildi. Və bugün memorial kompleksin açılışı, məhz Xocalıda açılışı bu ədalətin təntənəsidir. Çünki mən bunu təməl qoyma mərasimində demişdim. 2 il bundan əvvəl Xocalılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev fondu tərəfindən bu layihə çoxdan hazır idi.
Və necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu. Yer də seçilmişdi Bakıda. Və artıq son mənim qərarım lazım idi ki, bunun inşasına biz başlayaq və nəysə məni hər dəfə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu memorial kompleksi biz Xocalada quracağıq və belə də oldu. Bu kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq. Ayıq olmalıyıq. Həmişə güclü olmalıyıq. Həmişə düşmən bizdən qorxmalıdır. Necə ki, bugün qorxur. Və məhz bu qorxu nəticəsində bugün Azərbaycan xalqı sülh içində yaşayır. Vətən müharibəsi, əfsuslar olsun ki, Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq. Heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbiçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun. Qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın. Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik. Amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin zəfərindən 23-cü ilin antiterror əməliyyatına qədər bax, buraya dəfələrlə qanunsuz xarici dövlətlərin nümayəndələri gəlmişdir. Bu ölkələri heç bugünkü mərasimdə heç onların adlarını çəkmək istəmirəm. Separatçılara ürək dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün separatçılara tövsiyələr verilirdi. Silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, burada məskunlaşan xarici dövlətin kontingenti bizi nədənsə çəkindirəcək. Heç nədən bizi çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək. Bugün bu memorial kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər birisi öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər. Uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Həm öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər. Və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam,
ordumuza inam. Və bugün bu memorial kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, yəni 20-ci əsrin ən qanlı cinayətlərindən biri idi Xocalı soyqırımı. Və xalqımız buna məruz qalmışdı. 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız həm öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı və bugün biz bu memorial kompleksin açılışında iştirak edərkən bir də deyirik ki, bugün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təhribat törətmək gəlməsin. Artıq Azərbaycan 92-ci ilin Azərbaycanı deyil. Bugün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdı dünyada. Və bugün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövləti, bizim siyasətimizdir. Mən elə Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz Azərbaycanlıyıq. Biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Heç vaxt ermənilərdən fərqli olaraq günahsız əliyalın mülki əhaliyə qarşı müharibə aparmamışıq. Və bu bizim xalqımızı daha da ucaltdı. Və bugün xalqımıza, dövlətimizə olan hörmət o cümlədən məhz buna görədir. Və o vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətlərini unutmayacağıq və hər zaman güclü olmalıyıq və olacaq ki, belə faciələr bir daha təkrarlanmaz. Çıxış üçün söz verilir Nərgiz Mahmudova. Möhtərəm cənab prezidentimiz, hörmətli tədbir iştirakçıları, sizi salamlayıram. Mən də o faciəni 9 yaşında yaşamışam. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə qəddar ermənilər tərəfindən Xocalı faciəsi baş verdi. Həmən vaxt mən ailəmlə birlikdə evimizdəydik. Atışma baş verən zaman biz kəndin kənarında olduğumuza görə kəndin ortasına gəldik. Dörd bir tərəfdən mühasirəyə alınmışdı hər tərəf. Biz yol tapa bilmirdik. Üz tutduq meşəyə. Qarqar çayı var. Oradan keçdik meşəyə. Günlərlə meşədə ac-susuz, ayaq yalın başı açıq gəzdik. Amma yol tapa bilmirdik. Bir neçə gündən sonra orada mənim atamın bacısı şəhid oldu. Qardaşımın həyat yoldaşı şəhid oldu. Sonra biz dumanlı çiskinli havada bilmədən erməni postunun üstünə getdik, çıxdıq. Bizi orada mühasirəyə aldılar. Erməni cəllatları əllərində avtomat yaxınlaşdılar. Əmr elədilər ki, əllərinizi qaldırın. Mən qorxudan əlimi qaldıra bilmədim. O gəldi, mənim əllərimi avtomatla qaldırdı.
Atam onlara nə qədər yalvardı ki, bu qadınları boşda yetsin, məni aparın, öldürün. Onlar ona baxmadı. Bizi apardılar, tövlə var idi, tövləyə yığdılar. Biz getdik ki, biz Xocalılardan orada əsir, bizdən əvvəl də əsir götürüblər. Bizim ən ağır, ən pis günlərimiz elə həmən bax o gündən sonra başladı. Yəni orada olan Xocalılarımıza olunmazın işgəncələr verdilər. Atamı gözümün qarşısında döyməkləri, dişlərini çəkmələri, bu 9 yaşlı bir körpənin gözü qarşısında oldu. Bu günlərlə belə davam edəndən sonra biz dəyişildik, Ağdama gəldik, gətirdilər. Orada bizə ilkin tibbi yardım göstəriləndən sonra bizi gətirdilər Bakıya. 3 aydan artıq xəstəxanada yatdıq. Doğum vurma nəticəsində ailə üzvümüzdən 5 nəfərin ayağı kəsildi. 2-ci qrup həlilik. Hal-hazırda yəni mənim atamla anamın ayağının yarası bu günə qədər də sağalmayıb. Cənab Prezident, bizim burada olmağımızın əsl səbəbi sizsiniz. Sizə özlərin təşəkkürümü bildirirəm. Ailə üzvlərinizə dərin təşəkkürümü bildirirəm. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Diqqətiniz üçün çox sağ olun. Söz verilir Anar Abdulova. Möhtərəm Cənab Prezident, hörmətli tədbir iştirakçıları. Hər birinizi doğma Xocalımdan salamlayırım və qürurla hər birinizi salamlayırım. Mən də həmin gecə, həmin gün 9 yaşım var idi. Xocalını tərk edərkən ailə üzvlərimizlə Xocalını tərk etdik və insanlar Ağdama doğru bir ümid işığı ilə yollandılar. Lakin insanları qarşıda nələrin gözlədiyini bilmirdilər. Erməni cəllatları Xocalı sakinlərinə amansız divan tutdular. Ağdamda olduğumuz müddətdə atam hələ də gəlməmişdi, 5 gün meşədə qalmışdı. 5 gündən sonra atam çox azazaqlı bir vəziyyətdə gəldi və həmən dövrdə Ağdamda olan Azərbaycan Milli Ordusunun əsgərləri tərəfindən tapılıb gətirilmişdi. Biz bir müddət atam, anam və mən Bərdədə, babamgildə bir neçə gün qaldıqdan sonra Bakıya aparıldıq və orada məskunlaşdırıldıq. Və bundan sonra bizim ağır, məşəqqətli, məcburi köçkün həyatımız başladı. Lakin həmən dövrlərdə təbii ki, o zamanki hakimiyyətin yaratmaz fəaliyyətinin nəticəsində Xocalı soyqırımına layiqli qiymət verilməmişdi. Təhsildən kənara qalmışdıq, çətinliklərlə Bakıda Xocalı 2 saylı tam orta məktəbi fəaliyyət göstərməyə başladı. Orada təhsilimi davam etdirdim, təhsilimi başa vurdum, ali məktəbə qəbul oldum və oxuduğum məktəbə yenidən müəllim kimi qayıdıb fəaliyyətimi davam etdirdim. Həmin ağır 92-ci illərdə bütün Xocalı sakinləri kimi bizim də ailəmiz məşəqqətli günlər yaşayırdı. Və həmin dövrdəki hakim dairələr Xocalı soyqırımına layiq olan qiyməti vermirdi. Lakin ulu öndərimiz Heydər Əliyevin yenidən Azərbaycana qayıtmasından sonra Xocalı soyqırımına 94-cü ildə məhz layiqli siyasi qiyməti ulu öndərimiz verdi. Və bundan sonra biz dövlətimizin diqqət və qayğısını öz üzərlərimizdə hiss etməyə başladıq. Məhz həmin dövrdən sonra Xocalı soyqırımının tanıtması Xocalı Ədalət kampaniyası çərçivəsində Leyla xanımın başçılığı altında bütün dünya ölkələrinə tanıdılmağa başladı. Və bu da bizi çox sevindirirdi ki, artıq Xocalı həqiqətləri dünya dövlətləri tərəfindən tanınmağa başlayır. Və bu gün də sevindirici haldır ki, dünyanın bir çox ölkələri Xocalı soyqırımını, Xocalı həqiqətlərini tanımaqdadır. Cənab Prezident, sizin fəaliyyətiniz nəticəsində işğaldan azad olmuş torpaqlarımızda bugün canlanma baş verir. Bugün azad olmuş torpaqlarda insanlar
böyük qayıdış proqramına əsas olaraq qayıdırlar və biz də öz doğma Xocalımıza qayıtmışıq. Lakin təəssüf hissi bildirmək istəyirəm ki, mən çox arzu edərdim ki, atamla dönüm bu torpaqlara. Lakin bu qismət olmadı. Atamın timsalında, Xocalıda, yəni Xocalı vətən həsrəti ilə dünyasını dəyişmiş bir çox insanlar bu torpaqlara təəssüf ki, qayıda bilmədilər. Lakin buna baxmayaraq biz buradayıq, biz qayıtmışıq, biz həmən dünyasını dəyişmiş insanların yurtlarına, ata yurdumuza qayıtmışıq və onların sönmüş ocaqlarını alovlandırmaqdayıq. Mən də sizin böyük qayıdış proqramı əsasında 2025-ci il aprel ayında doğma yurduma Xocalıma qayıtdım və öz sevimli peşəmi, müəllimlik sənətimi burada, öz doğma məktəbimdə yenidən davam etdirirəm və biz Xocalılar sizə böyük minnətdarlığımızı bildiririk. Bu hissləri, bu qüruru bizə yaşatdığınız üçün sizə dərin təşəkkürümüzü bildiririk və sizə, ailə üzvlərinizlə müqəddəs Ramazan ayında Allahdan, uca yaradandan sizə uzun ömür, can sağlığı arzulayıram. Diqqətiniz üçün təşəkkür edirəm. Söz verilir Azərbaycanın milli qəhrəmanı Natiq Qasımovun bacısı Kəmalə Heydarovaya. Əziz Prezidentimiz, hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram ürəkdən. Mən öz ailəmiz adından, öz adımdan, şəhid anaları adından bu Xocalı Soyqırım Memorial kompleksində iştirak elədiyim üçün çox sevinirəm, qürur hiss edirəm. Çox sağ olun ki, dəvət etmişsiniz, bu sevinci bizə yaşadırsınız. Mən Xocalı torpağına ayaq qoyanda o hissləri nə demək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. 92-ci ildə o Rusiyada hərbi xidmətdə olanda Xocalı soyqırımı erməni vəhşicəsinə zülm elədilər. O əskərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç də danışmayacağım, hamı bilir. Mən sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz. Mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı, milli qəhrəman adına. O həmən gün, onda anam sağ idi. İnan ki, nə bilim, biz heç onu bilmirdik. Qonşu zəng elədi ki, bəs Natiqə milli qəhrəman adı verilib. Onun əməyi itmədi. Biz çox sevinirik ki, elə qəhrəmanlarımız çoxdur, sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 gün müharibə ola, qalib olunaq. O sizin sücayyətiniz qarşısında oldu. Şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində. Bir də onu demək istəyirəm ki, hansı bir ölkədə elə bir şey var ki, müharibə olanda növbəyə dursun. Həmən ölkənin cavan oğlanları, bax, burada elə oldu. O sizin səmimi çıxışınız əsasında oldu. Bütün demək olar ki, mənim oğlum hərbi xidmətə, yəni yaşı çox idi, düşmürdü. Özü getdi. Bu dəqiqə hal-hazırda veterandır ki, daimin qisasını alacağım. Bu, yəni, hamı sizə o qədər etibar elədi ki, nə cür deyim, çox sağ olun, sizə çox təşəkkür edirəm. Əziz, mehriban, adı kimi mehriban xanımımız, vitse-prezidentimiz, siz şəhid ailələrini izləyirik televizorda, həmişə yad eləyirsiniz, onların balalarına dayaq olursunuz, çox sağ olun. Gözəl qızım Leyla xanım, ayın əvvəlində bizim Gəncə səfərinə gələndə bizim qonağımız oldu. Biz çox sevindik, ailəmiz çox sevindi. İnan ki, sevincimizin həddi-hüdudu yox idi. Biz çox xahiş elədik ki, Leyla xanıma bizim sevincimizi, təşəkkürümüzü prezidentimizə çatdırasınız. Amma Leyla xanım mənə dedi ki, biz sizi görüşdürərik, özünüz təşəkkür eləyərsiniz. Bu sevinci bizə yaşatdınız. Çox sağ olun Leyla xanım. Çox təşəkkür edirəm, var olasınız. Xocalı, mən hər şeyə inanırdım, bilirdim.
torpaqlarımız hamısı alınacaq. Bu sizin sayənizdə. Amma bu Xan kəndini illər öncə verilmiş bir torpağı deyirdim, inan ki eşidəndə belə heç bir yerdə yoxdur da, belə bir şey yoxdur ki, 44 günlükdə belə qəhrəmancasına uşaqlarımız prezidentə dəstək oldu, prezidentimizə, əziz prezidentimizə qalib olduq. Sonra az müddətli hər yerdə biz dünəndən gəlmişik. Biz 2 il bundan qabaq da gəlmişdik, Natiq döyüşdüyü kilsəyə çıxdıq. 2 il ərzində gör nə gözəl binalar, dünəndən hərlənirik. Çox sağ olun, təşəkkür edirik. Bu sevinci bizim dövlətimizə, millətimizə, şəhid ailələrinə yaşatdınız. Xocalılarla söhbət edirik. Səmimi, Allah razı olsun sizdən, çox sağ olun. Necə təşəkkür edeyim ki, mənim qardaşıma bu cür dəyər verdiniz. Bizdə bir dənə xahişim var ki, mənim qardaşım da bilirəm, çalışırsınız buna, tapılsın nəşi, şəhid ailələr kimi biz də ziyarətə gedək. İllərdə 34 il keçib bizim ziyarət eləməyə yerimiz yoxdur. Bir dənə onu arzulayardıq, ayrı bir dənə təmənnamız yoxdur. Bize bu sevinci yaşattığınız gurur duyup sizinle. Sizinle size değil. Razı olardınız ki ben sizin boynunuzu kucaklayıp sizin üzünüzden ben öperdim. Neye göre ki 2011-ci ildə siz mənim evimdə çıxış eləmişsiniz ki, siz orada siz mənə söz verdiniz ki, vaxt gələcək ki, torpaqlarımız alınacaq ki, sizə bundan da gözəl evlər tikiləcək ki, Allah sizi qorusun, Allah sənin balalarını, ailəni qorusun, Allah mərdim azarlardan, düşmanlardan qorusun. Çox da sizlə fəxr edirəm. Xocalını istəməklə tərk eləyəndə, cənab prezident, biz həmişə Xocalılar solğun bir çiçəyə bənzəyirdik. Amma bugün sizin sayənizdə ordumuzun gücünə, şəhidlərimizin qanları, canları bahasına, gözəl Qarabağımızın, gözəl güşələrindən olan Xocalımız alındı və biz ora ayaq basanda mən hiss etdim ki, həmin solmuş o çiçəklərimiz artıq canlandı. Bugün sizə, ailənizə minnətdarıq. Bir şəhid gəlini kimi, Xocalının canlı şahidi kimi həmişə sizə minnətdarıq. Arxanızda dəstək. Çox sağ olun. Hoş vaxt yaşayın. Çox sağ olun. Sizə minnətdarıq. Bizə göstərdiyiniz diqqətə görə bir şey ailəsi kimi söz təşəkkür olun. Allah sizi qorusun. Hər zaman var olun. Can sağ olun. Mən də şəhid bacısı kimi, şəhid evladı kimi öz təşəkkürümüzü bildirək sizə. Sağ olun, sizə bu qüruru yaşatmışım. Sağ olun. Təşəkkür edirəm sizə. Sağ olun. Necə yaşayırsınız? Çox şükür, təşəkkür ederim. Allah nəsib eləsin sizi evinizə qonaq görək. İnşallah. İnşallah. Sağ olun, var olun. Sağ olun. Çok hoş gördük sizi Xocal'dan. Ben Milli Qəhrəman bacısıyam. Sizin arxanız bu öndər mənə qardaşım Milli Qəhrəman müjdeləsini vermişdir. Sizi də öpürük, bağımıza basırıq. Xocal'la adımdan çox təşəkkür ederim. Sağ olun. Sizin benim bir evladımdan. Sağ olun. Allah sizi uzun bir kazansın. Sağ olun. Mən görüşüm. Ağzıma çattım. Sizin bir sözünüz. Mən dahi sözdür. Atamın vəslətini yerinə yetirdim. Öpürəm. Var olun. Oğlum da şəhid oldu. Vətən uğrunda, sizin uğrunuzda, xalqımın uğrunda. Allah sizi qorusun. Sağ olun. Sağ olun. Allah sizi geyirdə, yerdə, hər yerdə qorusun. Sağ olun. Sağ olun. Bizim arzumuz sizi saxlayacaqlar. Bu gece oradayım. Tebrik ederim. Siz de anlamda burada çay içeceğiz. Sağ olun.
Allah sizi korusun. O qaralan ocağımızı alovlandırdınız. Sönən çırağımızı yandırdınız. Sizə minnətdarım. Təşəkkür ederim. Tapdaq altındaydı. Onu ziyarətə gedirik. Ziyarət edirik. Quran oxuturuq. Sizə dua edirik. Mənim kimi analar duası həmişə sizin üstünüzdə, ailənizin üstündə olsun. Sağ olun. Bugün sevinirik. Cənab Prezident. Ben gelmiştim 2 yıl evvel. Sen temelini boyunda. Evet. Ama indi görün öyle bir şey yazmadım. Mən buradan çıxanda istəməyərəkdən 20 yaşında çıxdım. Yeni ailə qurmuşdum gənclərdən. Bugün mən 3 oğulla, 2 gəlinlə, 4 nəvə ilə qayıtmışam. Bəli, çox sevinirəm. Bəli, çox gözəl. Çox gözəl sizin sayənizdə cənab prezident. Ailənizə minnətdar, sizə minnətdar. Biz Xocalılar adından, ailəm adından sizə minnətdarıq. Sizin əziyyətiniz danılmazdır. Biz Xocalıların üzərində. Ben borcum. Artıqlaması ilə yerinə yetirildi. Ulu ömrlərimizin bəli, davamlısı. Allah sizə həmişə yar olsun. Xocalıların elə duasını. Minnətdarıq. Çox xoş olduq ki, sizlə belə qarşılaşdıq. Bir üzümüz gülür, bir üzümüz kədər. Teşekkür ederim. Çok sağ ol.